Azərbaycan Respublikası Prezidentinin 29 dekabr tarixli 570 nömrəli fərmanı ilə dövlət müəssisələrinin büdcə layihələri və büdcələrinin monitorinqi və təhlili qaydaları, habelə dövlət müəssisələrinin dividend qaydaları təsdiq edilmişdir. Fərmanın icrası ilə əlaqədar Maliyyə Nazirliyinin müvafiq kollegiya qərarı ilə dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək büdcə, hesabat və məlumatların formaları təsdiq edilmişdir. Təsdiq olunmuş formalar IFRS-lərin tələblərinə uyğun maliyyə hesabatlarından, maliyyə hesabatlarının izahlı qeydlərindən, büdcə, layihə və proqnozlarından, bir neçə istiqamət üzrə reyestrlərdən və xalis mənfəətin bölüşdürülməsi və dividendləri əhatə edir. İlk dəfə aylıq və rüblük hesabat və məlumatların verilməsinə 2026-cı il aprel ayından etibarən başlanılır. Lakin iş çevikliyinin artırılması və qarşıda duran missiyanın vaxtında yerinə yetirilməsi məqsədi ilə hesabatlığın ilk ilində, yəni 2026-cı ildə təsdiq olunmuş hesabatların bir qisminin verilməsi nəzərdə tutulur. Verilməsi nəzərdə tutulan aylıq və rüblük hesabat və məlumatlar rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin, dövlət müəssisələrinin rəqəmsal monitorinqi alt sistemi vasitəsilə Maliyyə Nazirliyinə təqdim olunur. Dövlət müəssisələrinin növbəti il üzrə büdcə layihələri və proqnozları Nazirliyin müəyyən etdiyi formada hazırlanır və cari il iyulun 1-nədək Nazirliyə təqdim olunur. Hər il dekabrın 20-sindən gec olmayaraq, dövlət müəssisəsinin rüblər üzrə tərtib edilmiş növbəti ilin büdcəsi, onun fəaliyyətini tənzimləyən normativ aktlarda və ya nizamnamələrində müəyyən olunmuş qaydada təsdiq edilərək dekabrın 31-nədək Nazirliyə təqdim edilir. Büdcə layihələri və proqnozları, həmçinin büdcə aşağıdakı məlumatları əhatə edir. Pul vəsaitlərinin hərəkəti haqqında proqnoz məlumatları, maliyyə vəziyyəti haqqında proqnoz məlumatları, mənfəət və ya zərər haqqında proqnoz məlumatları, adı çəkilən 3 formanın verilən məlumatlara dair izahlı qeydləri və izahlı arayışları, o cümlədən ticarət debitor borclarına dair proqnoz məlumat və ticarət kreditor borclarına dair proqnoz məlumat. Bu vəsaitlərin hərəkətinə dair aylıq məlumatlar 3 hissədən ibarətdir. Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkətinə dair hissə, investisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkətinə dair hissə, maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkətinə dair hissə. Bu vəsaitlərin hərəkətinə dair aylıq məlumatlar artan yekunla tərtib olunur. Aylıq məlumatların hər ay bitdikdən sonra növbəti ayın 15-nədək aidiyyəti üzrə təqdim edilməsi tələb olunur. 2026-cı ildə ilk hesabat aprel ayında təqdim olunmalıdır. Bu zaman həmin hesabatda yanvar, fevral, mart aylarının pul hərəkətləri əks etdirilməlidir. Mikro və ya kiçik sahibkarlıq subyekti olan dövlət müəssisələrindən yalnız pul vəsaitlərinin hərəkətinə dair aylıq məlumatların təqdim edilməsi tələb olunur. Rüblük hesabat formaları Aralıq Maliyyə Hesabatlığı adlı 34 nömrəli EAS-ın tələblərinə uyğun olaraq hazırlanmış 4 əsas komponentdən ibarət maliyyə hesabatlarından, həmçinin maliyyə vəziyyəti haqqında hesabata və mənfəət və ya zərər haqqında hesabata dair izahlı qeydlərdən ibarətdir. Maliyyə vəziyyəti haqqında hesabata dair hazırlanmış izahlı qeydlər, hesabatın elementləri və onların ayrı-ayrı maddələri üzrə ilin əvvəlinə balans dəyərinin hansı səbəblərdən artıb azalmasını və dövrün sonundakı dəyərin necə formalaşmasını göstərir. Bundan başqa, mənfəət və zərər hesabatı üzrə göstəricilərin açıqlanması və IFRS 8-in tələblərinə uyğun olaraq müəssisənin əsas fəaliyyət istiqamətləri və ya segmentləri üzrə gəlir, xərc və mənfəəti ayrı-ayrılıqda hesablanaraq açıqlanır. Maliyyə hesabatları üzrə digər izahlı qeydlər, tikili və avadanlıq sinifləri üzrə aidiyyəti məlumatları əhatə edən reyestr göstəriciləri və ya siyahılardır. Bununla yanaşı, məlumat formalarında dövlət müəssisələrinin aid olduğu müəssisələr qrupunun strukturuna dair formada əlavə edilmişdir. Maliyyə hesabatları üzrə digər izahlı qeydlər əlaqəli şəxslər üzrə məlumatlardır. Bu məlumatlar müəssisənin
tabi olduğu, ona tabi olan, birgə nəzarət edilən və qrupa daxil olan paralel müəssisələr olmaqla ticarət, debitor və kreditor borcları üzrə və mal, xidmət və ya işlərin alğı və satqısı üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Bununla yanaşı, afariz 9-un tələbi olaraq debitor borclarının gecikmə müddətləri və kredit zərərləri üzrə ümumiləşdirilmiş məlumatlar üzrə də forma təsdiq edilmişdir. Maliyyə hesabatları üzrə digər izahlı qeydlər satın almalar üzrə formadır. Bu formada satın almaların 58 segment təsnifat kodu üzrə sayı və məbləği, habelə satın almaların növləri göstərilmişdir. Dövlət müəssisələrinin risklərinin özləri tərəfindən bəyan edilməsi üçün də müvafiq forma təsdiq edilmişdir. Forma özündə İAS 37 standartının üzrə təsdiqləşdirilmiş riskləri və bir sıra hadisələri ehtiva edir. Təsdiqləşdirilmiş risklərə az ehtimallı risklər, şərti öhdəliklər, qiymətləndirilmiş öhdəliklər və borclar aiddir. Müəssisənin az ehtimallı riskləri və şərti öhdəlikləri onun balans hesabatında təsbit olunmur, digərləri isə təsbit olunur. Öhdəliklərin və risklərin 20-yə yaxın istiqaməti formada müəyyən edilmişdir. Təqdim edilməsi tələb olunan digər formalar, müxtəlif kateqoriyalar üzrə təsnifləşdirilmiş insan resursları və əmək haqqı ödənişləri barədə forma, investisiya layihələri barədə forma, digər forma, borc və zəmanət üzrə aylıq məlumatlar. Xalis mənfəətin bölüşdürülməsi və dövlət büdcəsinə dividend ödənişləri ilə bağlı fərmanla təsdiq edilmiş qaydalara uyğun olaraq 3 forma təsdiq edilmişdir. Dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarına dair məlumat forması, səlahiyyətli orqan tərəfindən xalis mənfəətin rüblər üzrə bölgüsü barədə məlumat forması, bölüşdürülmüş xalis mənfəətin müəssisə tərəfindən istifadəsi barədə forma. Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş maliyyə hesabat formalarının hər biri üzrə izahlı video təlimatlar mövcuddur.